xeyirli olsun. Əziz dəyərli TikTok izləyicilərimiz, hər birinizi salamlayırıq, hər birinizi ünvanına. Bax, belə gözəl kollektivlə xeyir işlərə gəlməyə Allah qismət eləsin. Bu günlərim gözəl, demək olar ki, Azərbaycanın cənub bölgəsi, Astara rayonunda gözəl bir toy məclisinə dəvət almışıq. Mənim burada dəyərli qardaşlarım var, sənətkar qardaşım var. Barmaq Qaçay Kəlbəcərinin dəvəti ilə gözəl bir məclisə üz tuturuq. Burada mənim dəyərli yoldaşlarım da var. Bizim hamımızın əziyyətini çəkən bizim sürücümüz Mahir əmim var. Səs rejissoru Tural qardaşım var. Və mən Toğrul Mehmanoğlu, sizlərə məlum məsələdir, toylarınızı yaraşır. Və sözü vermək istəyirəm Qaçay Kəlbəcər. Sağ ol Toğrul, Allah səni var eləsin. Toğrulun qeyd elədiyi kimi bu günləri Azərbaycanın dilbər güşəsi olan, gözəl bir diyarı olan Talış diyarının Astara rayonunda gözəl bir məclisə dəvət almışdır. Allah Azərbaycanın diyarlarında, ölkəmizin və diyarlarında xoş gün nəsib eləsin, toy məclisləri qurdursun. Biz ifaçılar da gələk ifamızla o məclisi daha da gözəlləşdirək, şirinləşdirək. Allah bu gözəl oğlanlarla, Mahirəm, Tural qardaşım başda olmaqla, bu kişiləri mənim yanımda, dayağımdan heç vaxt əksik eləməsin. Onlarla həmişə sizin məclislərinizdə başda olaq. Öpürük hər biri. Yaxın gəl. Bir nüansı da çatdırmaq istəyirəm ki, səhər inşallah saat 10 tamamda ARB kanalında Toğrul Mehmanoğlu, Qaçay Kəlbəcərli, Niyalçın Uğurun günah uğurla verişində sizlərin qonağı olacaq. Zəhmət olmasa bizi izləyərsiniz. Getdik toyumuza. İzləmədə qalın. Hər şey möhtəşəm olacaq. Öpürük. Gəlin. Getdik.